Salam, hər vaxtınız xeyir olsun. Değerli YouTube izleyicilerimiz, bugün sizə Buzovna Maştağa yolunda, yoldan 50-60 metr məsafədə, asfaltdan 50-60 metr məsafədə belə bir gözəl həyət evimizi təqdim eləmək istəyirəm. Videomuzu sona qədər izləyin. Bütün məlumatlar videonun daxilində qeyd olunur. Evimiz ümumilikdə 2 sot yarım torpaq sahəsindədir. Yerdən 8 daş kürsüdə tikilib. 3 otaqlıdır, 100 kvadrat da evin ümumi sahəsidir. Qazı, suyu, işığı daimi fasiləsizdir. Evin heç bir zabora bitişi yoxdur. Hər bir tərəfindən zaborundan məsafəsi saxlanılaraq tikilib. Padvalına da, çardağına da girişi var. Həyətimiz tamet daşlarından döşənilib. Sağ tərəfdən əlavə az bir hissədə boş torpaq sahəsi də saxlanılıb. Evin hər bir tərəfi yaşayış olan yerdir. 131 nömrəli marşrut 50 metr məsafəlikdən keçir. Həyətinə gördüyünüz kimi maşın da daxil ola bilər. Evimizin qiyməti cəmi 58.000 manatla satışa çıxıb. İnşallah ki, real alıcılarımız olsa evin qiymətində endirim olacaq ev sahibi tərəfindən. Evin altı beton, üstü kəmərdir. 4 bir tərəfdən qoşadaşdan tikilib. Dəhlizi, mətbəxi və sanitar qovşağı istipoldan ibarətdir. Otaqlarda isə kombi xətti çəkilib. Evin sənədi bələdiyyə sənədidir. Bu evimizin mətbəx hissəsi. Tikintisi zamanı yüksək keyfiyyətli materiallardan istifadə olunub. Aboylar vurulub, polunun lakına qədər hər biri çəkilib. Hər bir otağın geniş pəncərəsi, pəncərələri evin öz həyətinə baxır. Bu da yataq otaqları. Məlumatlarını bir daha təkrar edirəm. Buzovna Maştağa yolunda 131 nömrəli marşrut yolundan və asfalt yoldan cəmi 50 metr məsafədədir. 2 sot yarım torpaq sahəsində yerdən 8 daş kürsüdə tikilib. 3 otaqlıdır. Sənədi, bələdiyyə sənədi, evin ümumi sahəsi 100 kvadrat metr. Qaz, su, işıq daimidir. Sayğaçların hər biri də qoyulur. Qiymət 58.000 manat. Əlavə məlumat üçün buyurun zəng edin, məlumat alın. İzlədiyiniz üçün təşəkkür edirəm. Göz haqqınızı halal edin.